Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün biz sizinlə bərabər danışacağıq Roma mövzusundan. Roma mövzusunu iki yerə böləcəyik. Roma haqqında iki dəfə danışacağıq. Deməli, yenə yazmıyorum, markeri götürmüşəm. Roma mövzusu haqqında iki hissəli bir video izahatımız olacaq. Birinci hissədə biz Romada vətəndaş müharibəsinə qədər olan dövr barədə sizinlə danışacağıq. Görək Roma harda yerləşir. İlk öncə Roma İtaliyada yerləşir. Yəni belə deyək, daha doğrusu İtaliya harada yerləşir? Sualımız belə olsun. İtaliya harada yerləşir? İtaliya Apennin yarımadasında yerləşən bir ölkədir. Tamam. Bəs bunun haqqında bizim başqa nə məlumatımız var? Gəlin başlayaq. İtaliyanın mərkəzində Roma şəhəri var. Roma şəhərinin qurulması barəsində indi məlumat verəcək. Ümumiyyətlə eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində İtaliya yarımadasında, Apennin yarımadasında iki əsas tayfa yaşayır. Bir Etrusklar və bir də Latin tayfaları. Kimdir bunlar? Etrusklar bunların içərisində daha çox inkişaf edilmiş xalqdır. Bunu yadda saxlayaq. Latinlər isə vurgulanır ki, İtaliyanın mərkəzində yaşamış xalqlardan biridir. Tamam. Ümumiyyətlə Roma şəhəri necə meydana çıxır? Romalılar ili hansı tarixdən hesablayırlar? Eradan əvvəl 753-cü ildən. Niyə? Eradan əvvəl 753-cü ildə bir əfsanə var Roma şəhərinin yaranması barədə. Romul-Rem qardaşları var. Bu ikisi yeni bir şəhər salmaq istəyirlər İtaliyada və bir dövlət yaratmaq istəyirlər. Və bunun üzərində şəhərin harda salınması barədə aralarında mübahisə düşür və mübahisə nəticəsində Romul qalib gəlir, Remi öldürür və öz istədiyi yerdə Tiber çayının sahilində Roma şəhərini 753-cü ildə saldırır və elə Romulun adı ilə də şəhər Roma adlanır. Bu ikisi uşaq vaxtı bir çox əfsanələrdə eşitdiyimiz kimi ataları tullayır bunları deməli hara çaya və bu çayda bunlar sağ-salamat çıxırlar güya. Daha sonra Romalılar Remi bir dişi qurd tapır, onlara öz südündən verir, onları yetişdirir. Bir müddət sonra bir çoban tapır, bu çoban da Romalılar Remi yetişdirir, tərbiyələndirir. Ancaq gələcəkdə bu Romalılar Rem öz arasında bir şəhərə görə mübarizə aparır və Romul qalib gəlir, şəhəri Tiber çayı sahilində saldırır və onun adı ilə də şəhər Roma adlanır. Və biz Romalıların il hesabını hardan başladığını soruşsalar, deməli ki, Romalılar il hesabını eradan əvvəl 753-cü il Roma şəhərinin salınması ilə götürürlər. Tamam. Roma tarixi neçə qismə bölünür? 3 dövrə. Padşahlıq dövrü var, daha sonra Respublika dövrü var və bir də İmperiya dövrü. Biz bugün padşahlıq və Respublika dövründən danışacağıq. Padşahlıq dövrü eradan əvvəl 753-509-cu illəri əhatə edir. Baxaq görək padşahlıq dövründə Romada nə baş verir? Padşahlıq dövründə elə də çox bir şey yoxdur. Sadəcə birinci idarə etməyə baxaq. Romanın padşahlıq dövründə iki əsas idarə etmə orqanı var. Biri Ağsaqqallar Şurasıdır. Romada Ağsaqqallar Şurasını biz Senat adlandırırıq. Oldu, bunu yadda saxlayaq. Romada Ağsaqqallar Şurasına Senat deyirlər. Və senatın içərisində yerləşən ağsaqqalları isə biz senatorlar adlandırırıq. Deməli, bu senatorlar nə işlə məşğuldur? Bunlar öz aralarından bir nəfəri ömürlük hökmdar olaraq seçirlər və ona padşah titulu verirlər və padşah ömrünün sonuna qədər Romanı idarə edir. Deməli, padşahlıq dövründə dövlət necə idarə olunur? Senat və padşah vasitəsilə. Senat deməli Ağsaqqallar Şuramızdır və burada senatorlar öz aralarından birinə ömürlük padşah seçirlər və o da dövləti idarə edir sonuna qədər. Bəs bu dövrdə Yunanistanla bir bağlılıq eləyəkmi? Romada da əhali iki qismə bölünürdü. Bir qism adlanır patrisilər, bir qism adlanır plebeylər. Patrisilər kimdir, plebeylər kimdir? Patrisilər, patris sözünün mənası ata deməkdir və patrisi belə deyək ki, onlar inanırdılar ki, biz Romanın adlı sanlı ailələrindənik, bizim atamız Romuldur, biz Roma şəhərinin atasıyıq, belə deyək, Roma şəhərini bizim atamız əsasını qoyub. Biz buranın yerli sakinləriyik, biz belə deyək, zadəganıq. Ancaq plebeylər isə kim idi? Plebeylər daha sonradan Roma şəhərinə köçüb gələn tayfaların, belə deyək, nəsilləri idilər. Deməli, o zaman belə bir sual ortaya çıxır. Patrisilər kimdir? Yunanistanla oxşar cəhət. Patrisilər elə bilin ki, Yunanistandakı aristokratlardır. Plebeylər isə Yunanistandakı
Demosdur. Ağsaqqallar Şurasında ondan məntiqimizi istifadə etsək kimlər iştirak edir? Təbii ki, patrislər. Patrislər torpaqları çoxdur, pulları çoxdur, adlı sanlı adamlardır. Dövlətin idarə olunması da kimin əlindədir? Patrislərin əlindədir. Patrislər Ağsaqqallar Şurasında iştirak edirlər, yəni onlar senatda iştirak edir və onlar özlərini senator adlandırırlar və öz aralarından bir nəfər ömürlük hökmdar seçirlər və plebeylərin heç bir hüququ demək olar ki, yoxdur. Onlar sadəcə olaraq torpağı icarəyə götürür, heç bir torpaq mülkləri yoxdur, torpağa sahib ola bilməzlər, icarə haqqı ödəyir və daha sonra həmçinin dövlətin vergi də ödəməlidir. Plebeylərin deməli vəziyyəti necədir? Həddindən artıq ağırdır. Bunu nəzərimizdə saxlayaq. Davam edəcək olsaq, danışaq 509-cu ildən 509-cu ildə sonuncu Roma padşahı devriləcək hakimiyyətdən və beləliklə Romada yeni bir dövr, respublika dövrü başlayacaq. Romada respublika dövrü eradan əvvəl 509-cu ildən 27-ci ilə qədər davam edən dövrü əhatə edir və bu dövrdə baxaq görək nələr baş verir. Ümumiyyətlə padşahlıq dövründə bir məsələ yadda çıxdı. Bir əfsanəni də vurğulayaq daha doğrusu Pir qələbəsini. Pir qələbəsi nədir? O dövrdə Romalılar deyirlər ki, bəs Yunan şəhəri ölkələrinə Balkan yarımadasına hücumlar təşkil edirdi və o dövrdə Balkan yarımadasında bir xırda dövlət var. Pirin başçılıq elədiyi bir Yunan şəhəri ölkəsi var. Pirin başçılıq elədiyi ordular vasitəsilə Romalılar məğlub olunur 2 döyüşdə. Lakin bu 2 döyüşün sonunda Pir öz ordusunun sayına baxır və deyir ki, mən bir daha belə bir qələbə qazansam, mənim əlimdə ordu deyiləcək bir şey qalmayacaq. Pir qələbəsi hal-hazırda dünyada işlədilən ən maraqlı aforizmlərindən biridir. Mənası isə məğlubiyyətə bərabər qələbə deməkdir. Yadda saxlayaq. Pir qələbəsi. Tamam, padşahlıqdan çıxaq, davam edirik respublika dövrü ilə. 509-cu ildə ölkə respublika adlanmağa başlayır. Nəyə görə? Padşah devrilir və artıq ölkəni seçkili orqanlar vasitəsilə, seçim vasitəsilə idarə etməyə başlayır Romalılar. Və biz buna Romada belə adlandırılmaqla rastlaşırıq. Respublika işi. Romalılar bu qaydanı seçkili orqanlar vasitəsilə dövlətin idarə olunmasını respublika adlandırırlar. Yəni ictimai iş, xalqın işi, xalqın hakimiyyəti. Respublika sözünün mənasında öyrəndiyimizə görə indi isə keçək respublika dövründə patrislərlə plebeylər arasındakı mübarizə haqqında danışaq. Necə ki demoslar aristokratlar arasında mübarizə olub Demos öz hüquqlarını əldə eləmişdirsə, plebeylər də eyni şəkildə patrislərlə mübarizə aparacaq. Eradan əvvəl 509-cu ildə başlayan bu mübarizə eramızdan əvvəl 3-cü əsrdə başa çatacaq. Və mübarizədə qalib gələn tərəf təbii ki, plebeylər olacaq. Plebeylər qalib gəlir və bir sıra hüquqlar əldə edir. Baxaq görək plebeylər hansı hüquqlar əldə edir. Ümumiyyətlə, patrislər plebeylərə ona görə güzəştə getmişdilər ki, ordunun əsası o dövrdə Romada əsasən kəndlilərdən təşkil olunurdu və plebeylər orada iştirak edirdilər və o dövrdə plebeylər üsyan qaldırarkən demişdilər ki, biz bir daha orada iştirak eləməyəcəyik və orada plebeylərin iştirak etməməsi nəticəsində Roma legionlarının sayı azalmağa başlamış və patrislər məcbur qalaraq plebeylərə güzəştə getmişdirlər. Tamam, plebeylər 3-cü yüzilliyin əvvəlində qələbə qazanaraq bir sıra hüquqlar əldə elədilər. Baxaq, birinci hüquq. Eradan əvvəl 5-ci əsrdən başlayaraq artıq biz deyirik ki, belə deyək, plebeylər özlərini müdafiə edən bir kəs xalq tribunu seçməsinə malikdirlər. Xalq tribunu kim? Xalq tribunu xalq yığınacağı tərəfindən seçilir və plebeylərin belə deyək, hüquqlarını qorumaqla məşğul olur. Bunun barədə biraz daha geniş danışacağıq. Diqqət, xalq tribunu kimdir deməli? Eradan əvvəl 5-ci əsrdən seçilməyə başlayır. Plebeylərin içərisindən seçilir və plebeylərin hüquqlarını müdafiə edir. Tamam, davam edək. İkinci, eradan əvvəl 3-cü əsrin əvvəllərində bütün Romadakı əhaliyə vətəndaş hüququ verilir. Necə ki, Demosa Solon islahatı nəticəsində vətəndaş hüququ verilmişsə, Romada da 3-cü əsrin əvvəlində bütün Romalılara vətəndaş hüququ verilir. 3-cü əsrin ortalarında isə belə deyək, yoxsul Romalılara dövlətdə vəzifə tutmaq imkanı verilir. Bu da nəyə bərabərdir? Periklın islahatına oxşuyur. Düzdür, Yunanistanda yoxsullara vəzifə tutmağa icazə verdi.
Romada nə zaman yoxsullar vəziyyət tuta bilərdi? 3-cü əsrin ortalarından başlayaraq. Deməli, plebeylər xalq tribunu seçmək, vətəndaş hüququ əldə elədilər 3-cü əsrdə və 3-cü əsrin ortalarında isə artıq yoxsullar da dövlətdə vəzifə tuta bilərdilər. Baxmayaraq, Roma Respublikası demokratik bir respublika idimi? Xeyr deyirik. Səbəb? Çünki Romada vəzifəyə görə əmək haqqı verilmirdi. Yəni, yoxsul bir şəxs dövləti idarə olunmasında iştirak eləsə belə ona maaş verilmirdi və bu onun üçün maraqlı deyildi və beləliklə plebeylər, belə deyək, daha doğrusu yoxsul vətəndaşlar dövlətin idarə olunmasında iştirak eləmirdilər. Dövlət yenə də varlı patrisi və bir də yeni yaranan varlı plebeylər tərəfindən idarə olunmağa başlayır və buna görə biz deyirik ki, Roma Respublikası Yunanistanda olan Afina şəhər dövləti kimi demokratik dövlət olmadı. Roma Respublikası zadəgan respublikası idi. Yadda saxlayaq. Davam elədik. Romada respublika dövründə baxaq. Kim nə səlahiyyətə, nə hüquqa malikdir? 1. Senat. Senat bildiyimiz kimi Ağsaqqallar Şurasıdır. Respublika dövründə də fəaliyyətini göstərir və senatın vəzifələrinə aiddir. Müharibə, sülh, maliyyə vəzifələri, ölkənin daxili və xarici siyasəti, ölkədə qanunlar hazırlamaq və bunu səs verməsi üçün xalq yığınacağına göndərmək. Deməli, senatın vəzifəsinə nələr aiddir? Müharibə, sülh, ölkənin daxili işləri, ölkənin xarici siyasəti və qanunlar hazırlamaq. Qanunu qəbul edir senatlar, senator qanun qəbul edir, yəni senat daha doğrusu qanun qəbul edirmi? Xeyr. Qanunu qəbul olunması üçün hazırlayır, göndərir xalq yığınacağına. İndi baxaq, xalq yığınacağı nə edir? Xalq yığınacağı plebeylərdən ibarətdir. Burada onlar özlərinə xalq tribunu seçirlər. Bundan başqa, ölkəni idarə eləməkdən ötəri 2 konsul seçirlər və həmçinin senatın hazırladığı qanunlara səs verirlər ki, qüvvəyə minsin ya yox. Deməli, xalq yığınacağının vəzifələri nədən ibarət oldu? Konsul seçir 2 ədəd, 1 ədəd xalq tribunu seçirlər və bir də senatın göndərdiyi belə deyək, qanunları səs vermək yolu ilə ya qəbul edirlər, ya imtina. Baxaq, konsul kimdir? Roma Respublika dövründə 2 konsul tərəfindən idarə olunurdu. Həmən konsulları xalq yığınacağında plebeylər patrisilərin içindən seçir. Diqqət! Plebeylər seçilmirdi konsul vəzifəsinə. Plebeylər səs verirdilər. Patrislərin içərisindən 2 nəfəri konsul seçirdilər və konsul 1 il müddətinə fəaliyyət göstərdi. Həmən bu 2 konsul 1 il müddətində müharibə zamanı orduların başçısı idi. Bundan başqa dinc zamanlar isə senatla məsləhətləşərək ölkəni idarə edirdilər. Vəssalam. Konsul deməli 2 nəfər olurdu. Xalq yığınacağı tərəfindən seçilir. Müharibə vaxtı ordulara rəhbərlik edir bu 2 konsul. Bircə il müddətinə belə deyək, dövləti idarə edirlər respublikanı və dinc vaxtlarda isə senatla neynirlər? Məsləhətləşərək qayda qanun filan qəbul edə bilərlər, dövləti idarə edə bilərlər. Daha sonra xalq tribunu danışdıq. Eradan əvvəl 5-ci əsrdən başlayaraq ölkədə plebeylərin hüquqlarının müdafiəçisi olan xalq tribunu seçilməsi imkanı tanınmışdı plebeylərə. Xalq yığınacağında plebeylərin içərisindən seçilir xalq tribunu və neynir? Patrisilərin qəbul edəcəyi qanunlara qarşı veto demək imkanına malikdirlər. Diqqət! Patrislər deyiləndə ağlımıza konsul və senat gəlməlidir. Hər hansısa bir konsulun və yaxud senatorun verdiyi qərara veto, yəni qadağan edirəm demək hüququna malikdir xalq tribunu. Əgər ki, hər hansısa bir qanun xalq tribununun xoşuna gəlmədisə, yəni plebeylərə qarşıdırsa bu qanun, ona nə edə bilərdi? Onu veto edə bilər. Yəni qadağan edə bilərdi. Bunu yadda saxlayaq. Davam edək. Xalq tribunu haqqında da biz danışdığımıza görə artıq dövlətin idarə etmə orqanları barədə danışıb bitirdik. Başlayaq. Romanın işğalçı müharibələri. Roma Respublika dövründə işğalçı müharibələrə başlayır. İlk öncə yadda saxlayaq xronoloji ardıcıllıqla eradan əvvəl 3-cü əsrdə Roma Respublikası İtaliya yarımadasında, yəni Appenin yarımadasında İtaliya ərazisində yerləşən bütün tayfaları özünə tabe edir və bütün İtaliyada hakimiyyəti ələ keçirir. Deməli, Roma Respublikası ilk dəfə Appenin yarımadasında İtaliya ərazisində olan bütün tayfaları neynədi? Ələ keçirdi. Söhbət eradan əvvəl 3-cü əsrdən getdi. Daha sonra bu dövrdə yadda saxlayaq bir ölkəmiz Karfagen.
Biz Finikiya mövzusunu keşif etdiyimdə çünki yoxdur. Proqramda Finikiyalılar da Yunanlılardan əvvəl koloniya sistemindən istifadə ediblər. Eradan əvvəl 16-15-ci əsrlər müddətində Aralıq dəniz sahilində müxtəlif koloniyalar yaradıblar. Karfagen də Finikiyalılar tərəfindən yaradılmış, belə deyək, koloniyalardan biridir. Və o dövrdə Karfagen güclü bir şəhər dövlətdir və burada 3 dənə adamız var. Bunları çəkək. Karfagen bu dövrdə İtaliyanın cənubundakı Siciliya adasını ələ keçirmək istəyir. Siciliya adasını həm Romalılar ələ keçirmək istəyir, həm Karfagenlər. Və həmçinin Aralıq dənizinin sahillərində hökmdar olmaq uğrunda və Siciliya adasını ələ keçirmək uğrunda Romalılarla Karfagen arasında eradan əvvəl 264-dən 146-cı ilə qədər davam edəcək bir müharibə başlayacaq. Bu müharibə tarixə Roma-Pun müharibəsi olaraq düşüb. Pun nədir? Diqqət. Pun sözü Latınca puncus, yəni Finikiyalı deməkdir. Çünki Karfagenlər həqiqətən Finikiyalıların koloniyaları olub əvvəllər. Daha sonra da müstəqil olublar. Diqqət. Deməli, Pun deyildikdə hansı ölkə nəzərdə tutulur? Karfagen şəhər dövləti. Müharibənin, Roma-Pun müharibəsinin başlamasının əsas səbəbi nə oldu? Siciliya adasını tutmaq istəmələri hər ikisinin və həmçinin hər ikisinin Qərbi Aralıq dənizi hövzəsində hökmdar olmaq istəməsi. Beləliklə müharibə başlayır. Müharibənin gedişatında Romalılar qələbə qazanaraq Korsika, Sardiniya və Siciliya adalarını ələ keçirir. Karfageni tutur və Karfagen dövlətinin varlığına da son qoyur və Karfagen şəhəri dağıdılaraq bir əyalət kimi Romanın tərkibinə birləşdirilir. Beləliklə Roma-Pun müharibəsi Roma Respublikasının qalibiyyəti ilə başa çatılır. Korsika, Sardiniya, Siciliya adası həmçinin Karfagen ələ keçirilir və Roma eradan əvvəl 2-ci yüzillikdə ilk öncə Qərbi Aralıq dənizi hövzəsində nə olur? Ən güclü dövlət. Tamam. Daha sonra biz Azərbaycan tarixindən də bilirik. Roma qoşunları 2-ci əsrdə möhkəmlənəndən sonra nə edirlər? Şərqə doğru yürüş edirlər. Eradan əvvəl 190-cı il Magneziya döyüşü keçmişdik. Yadınızdadırmı? Makedoniya imperiyasının parçalanması nəticəsində yaranan padşahlıqlardan biri Suriya padşahlığı, yəni Selevki dövləti ilə Roma qoşunları arasında Magneziyada döyüş baş vermiş və Roma qoşunları 190-cı il Magneziya döyüşünün nəticəsində Selevki dövlətini məğlub edərək parçalanmasına səbəb olmuş və Kiçik Asiyada bir sıra torpaqları ələ keçirmişdir. Kiçik Asiya deyiləndə bugünkü Türkiyə, Anadolu yarımadası nəzərdə tutulur. Yadda saxlayaq. Və Kiçik Asiyanın tutulması ilə birlikdə Roma qoşunları üçün Balkan yarımadasına yol açılmış oldu. Və sırayla birinci Makedoniya, daha sonra isə Yunanistan eyni ildə 146-cı ildə tabe olundu. Deməli, Roma Respublikasının işğalçı müharibələri. Diqqət. Birinci, eradan əvvəl 3-cü əsr bütün Roma, belə deyək, bütün İtaliya daha doğrusu Roma Respublikası tərəfindən ələ keçirildi. Daha sonra Roma-Pun müharibələri. Bu müharibə nəticəsində Qərbi Aralıq dənizi hövzəsində ən güclü dövlət oldu Roma və neynədi? Siciliya, Korsika və Sardiniya adaları Karfageni ələ keçirmiş oldu. Daha sonra irəliyirik şərqdə Kiçik Asiyanı ələ keçirəcək Selevkiləri məğlub edərək eradan əvvəl 190-cı ildə və sürətli bir şəkildə oranı ələ keçirəndən sonra isə Kiçik Asiya torpaqlarını Balkan yarımadasına yolu açılacaq və 146-cı ildə ilk öncə Makedoniya falanqasını, daha sonra isə Yunanistanı 146-cı ildə ələ keçirəcək və tamamilə eradan əvvəl 2-ci əsrin artıq ortalarında Aralıq dənizi hövzəsində ən qüdrətli dövlət olacaq kim? Roma Respublikası. Roma Respublikası artıq eradan əvvəl 2-ci əsrdə Aralıq dənizində ən qüdrətli dövlətə çevrilir. Və daha sonra da biz Atropatena mövzusundan da bilirik ki, şərqə doğru, Parfiya doğru işğalları genişləndirir. Tamam. Bunun barədə də işğallar haqqında da danışdığımıza görə indi isə keçirik biz danışaq Romada qullardan. Daha sonra isə danışarıq
islahatlarda. Tamam. Qul məsələsinə keçid edəsək, bildiyimiz kimi bir çox ölkələrdə fərqli ad verilib qullara. Romada qullara isə belə deyək, nə deyilirdi? Yadımıza salaq, beynimizdə dondu. Ümumiyyətlə Romada yadımıza düşənə qədər danışaq. Ən çox quldan istifadə edən dövlət. Quldarlığın ən yüksək inkişaf elədiyi dövlət ən qədim dövrdə Roma Respublikasıdır. Belə ki, burada qul əməyindən çox istifadə olunub və ən çox qul satılan bölgə elə Egey dənizində Delos adası ki var. Həmən o ada daha çox deməli belə deyək, qulların satıldığı bölgə olmuşdur. Tamam. Davam edək. Qullar nə adlandırılırdı Roma dövründə? Qullara danışan alətlər adını vermişdilər və həmçinin əmək alətlərini. Romalılar əmək alətlərinə belə, nə bilim, dırmığa filan da ad qoyublar. Əmək alətlərinə dilsiz deyiblər və o dövrdə kəllər var. Kəl bugünkü dövrdə də var. Belə deyək, təsərrüfatda, kənd təsərrüfatında işləyənlər bilər. Qoşqu arabalarına qoşulan güclü ki, bizon, camış ki var. Onların erkəyinə həmən o qoşqu vasitəsi kimi istifadə olunan erkək heyvanlara verilən ad kəldir. O kəllərə də böyrən adı qoyublar. Qışqırmağına görə yəqin belə bir adı qoyublar. Tamam, bunun barədə də bildik. Danışan alətlər, qullar danışan alətlər idi. Əmək alətləri dilsiz adlanırdı və bir də dedik, kəllər isə böyrən adlanırdı Romada. Və Roma qulların ən çox istifadə olunduğu ölkə olub. Quldarlıq demokratiyası belə deyək, quldarlıq demokratiyası yox, yəni ümumiyyətlə quldarlıq istehsalı. Quldarlıq üsulu ən çox ən qədim dünyada Romada inkişaf edib. Ən çox qul satılan yer Egey dənizində olub Delos adası. Ən çox qul satılan bölgə və Romaya qulların ən çox gətirildiyi yerdə təbii ki, müharibələr idi. Müharibələr nəticəsində ölkəyə qul axını çox olurdu. Bildiyiniz kimi, Aralıq dənizi sahillərində və hətta ölkənin Avrasiya materikinin şərqinə doğru da işğalçı müharibələr aparıbdı Roma və buradan xeyli şəkildə qul ölkəyə gətirilibdi. Tamam, bunun barədə də məlumatımız olduğuna görə keçid edək, danışaq biz Qay Qrak və Tiberi Qrak qardaşlarından. Bunlar kimdir? Ümumiyyətlə, eradan əvvəl 133-cü ilə gəldiyimizdə belə bir məsələ var. Tiberi qardaşları, bir də Qay qardaşları. Bu ikisi kimdir? Kəndlərin vəziyyəti o dövrdə ağır idi. Niyə? Çünki kəndlər, belə deyək, postlaşır, kəndlərin vəziyyəti ağırlaşır, torpaqlarını quldarlara satmaq məcburiyyətində qalırlar. Çünki qulların əməyindən daha geniş şəkildə istifadə olunur və qul əməyi daha ucuza başa gəldiyinə görə kəndlinin gördüyü əmək, kəndlinin hazırladığı məhsul satışa çıxa bilmir. Quldarlar quldan istifadə edərək öz məhsulunu əldə edir və kəndlinin əldə etdiyi məhsul ortada qalır. Və kəndli məcbur kasıblayır və nə edir? Torpağını satışa çıxarır. Və quldarlar, varlı insanlar torpaqları satın alaraq torpaqlarını genişləndirir, daha da varlanırlar. Kəndlilər, yəni bu yoxsul plebeylər isə nə edir? Daha da yoxsullaşır, torpaqsızlaşır və beləliklə nə baş verir? Kəndlilər qırılır, məhv olur. Bunu görən xalq tribunu Tiberi Qrak 133-cü ildə belə bir islahat irəli sürür. Deyir ki, bəs plebeylər bizim ordumuzun əsasını təşkil edirlər axı. Nəyə görə bunları boş yerə qırdırırıq? Gəlin belə deyək. Birincisi, varlı insanlar 250 hektardan artıq torpaq mülkünə bir daha sahib ola bilməz. Diqqət, varlılar deyir artıq 250 hektardan artıq torpaq almamalıdır. İkincisi olaraq kəndlərə torpaq pay veriləcək. Həmən o varlıların əlindən alınan torpaqlar hesabına. Və o torpaqları kəndlər sata bilməzlər. Kəndlərə torpağı satmağı qadağan edir. Və bundan başqa kəndlər üçün belə deyək də şərait yaratmağa çalışır. Yəni onların belə deyək mal, mülk sahib olmasına, onların da belə deyək həyat tərzini düzəltməsinə imkan yaradır Tiberi Qrak. Və onun bu apardığı islahatlar ilk öncə Senat tərəfindən qəbul olunmur. Ancaq xalq yığınacağı səs vermə yolu ilə Tiberi Qrakın islahatlarını qəbul edir və tez bir şəkildə varların əlindən torpaqlar alınaraq nə edilir? Yoxsul kəndlərə paylanmasına başlanılır. Senat o dövrdə görür ki, artıq Tiberi Qrakın qarşısını almaq mümkün deyil və deyir ki, Tiberi Qrak padşah olmaq istəyir, ey cəmaət.
və bunu bəhanə edərək Roma şəhərinə senat qoşun göndərtir və həmən qoşun Tiber Qrak və tərəfdarlarını öldürür və Tiber Qrakın islahatları bir müddət dayanır. Buna baxmayaraq 10 il sonra Tiber Qrakın qardaşı Qay Qrak 123-cü ildə eyni bir proseduranı başladır. Yenə torpaqlar varların əlindən alınaraq yoxsullara paylanılmasına başlanılır və Qay Qrak bir də yenilik bir şey, taxıl anbarlarından ucuz qiymətə kəndlərə taxıl satmağa başlayır. Və belə olan müddətdə senat yenə onu da qardaşı kimi padşah olmaqda günahlandırır və onun üzərində də ordu yeridir və Qay Qrak da qardaşının aqibəti ilə üzləşir. O da öldürülərək meyidi Tiber çayına atılır. Və beləliklə Romada torpaq islahatı uğursuzluqla nəticələnir. Belə ki, artıq deyək ki, yenə torpaqların senat qərar qəbul edir ki, torpaqların satılmasına icazə var. Hansı kəndli istəyirsə torpağını sata bilər. Kəndli yenə torpağını satmağa başlayır. Yenə torpaqsızlaşır və kasıblayır. Varlar da yenə var dövlətlərini artırmağa davam edirlər və beləliklə bir müddət də olsa Qrak qardaşlarının islahatları ölkədə kəndlərin vəziyyətini yüngülləşdirsə də ardıcıl şəkildə bunu davam etdirmək mümkün olmur. Danışaq qladiatorlardan. Qullar haqqında danışanda əslində bunu davam etdirməliydim, eybi yox. Buradan da vurğulayaq. Qladiator kimdir? Eradan əvvəl 3-cü əsrdən etibarən Romada oyunlar keçirilir, qladiator oyunları. Qladiator sözü Gladius, Romadakı əsas qılıncı deməkdir. Romalıların qılıncı qısa olur və iki tərəfli kəskin bir qılınc olur və bu qılıncın adı Gladiusdur. Gladius, gladiator da həmin o Gladius sözündə meydana gəlib. Yəni qılınc tutan, qılınclı adam mənasına gəlib çıxır mənası. O dövrdə qulların yaşadığı yerlərdə qullar satın alınarkən onları yoxlayırdılar. Ən güclüləri, ən belə çeviklərini aparıb hərbi məktəblərdə belə deyək ki, tərbiyələndirib ona silah tutmağı, döyüşməyi öyrədirdilər və daha sonra həmən qulların vuruşması üçün bir yer, amfiteatr hazırlamışdılar və amfiteatrın mərkəzində arena, döyüş ərazisi olan bir yer hazırlayırdılar, qum tökülmüş bir nöqtə və orada qladiatorları qarşı-qarşıya gətirərək onları vuruşdururdular və bu mübarizələrdən xalqı əyləndirməkdən ötəri həmçinin qazanc əldə etmək üçün belə deyək, patrisilər istifadə edirdi və o dövr üçün bu Romada ən məşhur belə deyək, oyunlardan biri idi qladiator oyunları. Xalq bu oyunları çox bəyənirdi, bu döyüşləri və döyüşün gedişatında iki qladiator vuruşurdu. Məğlub olan tərəf ölmə məhkum olunmalı idi. Ancaq ölümə kim məhkum edirdi onu? Amfiteatrda toplanan tamaşaçılar. Əgər barmaqlarını yuxarı qaldırardılarsa, deməli yaxşı döyüş olub, məğlub olanın öldürülməsini istəmirlər. Əgər əllərini aşağı tutan zaman isə deyirdilər ki, döyüş yaxşı olmadı, onun öldürülməsini istəyirik. Məğlub olan tərəf bu zaman qalib gələn qladiator tərəfindən öldürülürdü. Bu da belə qladiator oyunları və bu qladiator oyunlarını kim bəyənməyəcək, kim bu qladiator oyunlarına son qoymağa çalışacaq? Təbii ki, Spartak. Spartak kimdir? Həmən qladiatorlardan biri Spartak olub. Eradan əvvəl 74-cü ildə Kapua hərbi məktəbindən öz yaxın dostları ilə birlikdə qaçır və böyük miqdarda qulların üsyan etməsinə səbəb olur. Qladiator qullarından söhbət gedir. Bütün qladiatorları ölkədə demək olar ki, üsyana qaldırtmağı bacarır və üsyançılar Vezuvi dağının ətəklərində bir nöqtədə hündür bir yerdə toplaşırlar. Roma qoşunu Vezuvi dağını mühasirəyə alsa da belə deyək, Vezuvi dağından aşağı doğru enən bir patika deyirlər də türklər. Yəni bir keçid var. Yalnız o yolla dağdan aşağı enə bilərsən. Həmən yolu Romalılar tutur və gözləyirlər görək bunlar nə zaman acından ölüb təslim olacaqlar. Ancaq Spartak və yaxın yoldaşları orada üzüm tənəklərindən, dağda üzüm tənəyi var imiş. Həmən üzüm tənəklərindən belə deyək ki, nərdivan hörürlər və nərdivanlar vasitəsilə aşağı inərək gözlənilməz bir vəziyyətdə gecə ikən Roma qoşununu ağır məğlubiyyətə uğradılar. Eradan əvvəl 74-71-ci illər Kapua üsyanı, qladiatorların üsyanıdır. Bu üsyana Spartak başçılıq edir. Spartak legionlar kimi, Roma legionu kimi ciddi nizam-intizam yaradır öz ordusunda qladiatorların üzərində və
Roma Senatı tərəfindən onun üzərinə göndərilən 2 konsulun qüvvələrini birləşməyə imkan vermədən hər birini ayrı-ayrılıqda məğlub edir. Və daha sonra ölkənin cənubuna irəliləyən Spartak gəlib Siciliya adasına dəniz yolu ilə keçmək istəyir və bu dövrdə burada yaşayan ticarətçi gəmi işi ilə məşğul olanlardan pul vasitəsilə onların Siciliya adasına köçürülməsinə icazə verilməsini istəyir. Pulunu ödəyir, tacirlərlə razılaşır, gəmiçilər deyir, narahat olmayın, sizi ötürəcəyik cənuba, ancaq sözlərinin üzərində durmurlar və qullar Siciliyaya keçə bilmir. Senat Mark Krasın başçılığı ilə belə deyək, Spartak üsyanın yatırılması üçün böyük miqdarda legion göndərir ölkənin cənubuna. Spartak çıxılmaz vəziyyətdə qalır və üsyançılara səslənərək deyir ki, qılıncla ölmək daha yaxşıdır. Aclıqdan ölməkdənsə qılınc zərbəsi ilə ölmək daha yaxşıdır. Bu fikri irəli sürür və Mark Krasın ordusu ilə 71-ci ildə qarşılaşır. Hətta Mark Krasın imdadına burada Pompeyin legionları da gəlib çatır. 2 konsulun qüvvələri birləşərək Mark Krasla Pompeyin orduları daha böyük bir Roma ordusunu təşkil edir və say üstünlüyü ilə də birlikdə qladiatorlar Spartakın üsyanı məğlubiyyətinə nəticələnir. Spartak özü öldürülür və düz belə deyək 6000 qul nəzərinizdə saxlayın. 6000 nəfər qulu düz həmən o Kapiyadan bura qədər, Siciliyaya qədər olan geniş bir ərazidə çarmıxa çəkirlər. Sağ qalan qladiatorları cəza olaraq və beləliklə Romada qladiatorların, qulların qaldırdığı bir üsyan uğursuzluqla nəticələnir. Beləliklə bizim mövzumuzun birinci hissəsi də başa çatmış olur. İnşallah gələn mövzumuzda biz Romada vətəndaş müharibəsi, Romanın imperiya dövrü və Roma mədəniyyəti haqqında danışacağıq. Eləsə gələn dərsimizdə görüşənə qədər sağ olun, salamat.